Hal-hazırda Ağdam şəhərindəyik. Atamın ürəyi ağrıyır. Erməni vəhşiləri, vəhşidən əmələ gəlmişlər. Görün, bizim bu cür mədəni, bu cür zövqlə inşa olunmuş binalarımızı ne günə qoydular. İnsanlara öz yurtlarından didərcə saldılar. Bu da Ağdam Cümə məscididir. Ermənilər vəhşidir. Ermənilər bu günə qoyur, biz də bu gözəlləşdiririk. Onların əl işi, bizim əl işimiz. Bax, Azərbaycan xalqının ordusu.